Robert Schumannın simfonik etüdləri. Simfonik etüdlər fortepiano üçün ən dramatik və monumental əsərlərdən biridir. Musiqi obrazlarının yüksək patetikası, onların dinamikası bu əsəri Bach, Beethovenin ən yaxşı əsərləri ilə bir sıraya qoyur. Simfonik etüdlər hər tərəfli tamamlanmış əsər olub, yeni romantik tipli variasiyanın nümunəsidir. Schumannın fortepiano əsərləri arasında Kəpənəklər, Karnaval, Davidsburgerlər, Kreisleriana, fantastik pyeslər, uşaq səhnələri xüsusi yer tutmuşdu. Lakin simfonik etüdlər fortepiano yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Robert Schumannın simfonik etüdləri 1834-37-ci illərdə yazılmışdı və romantik fortepiano musiqisinin texniki və emosional imkanlarını tam göstərir. Bu əsər həm texniki məşq, həm də dərin musiqi ifadəsi baxımından unikal sayılır. Schumann bu əsərdə fortepianonu yalnız melodiyanın və harmoniyanın aləti kimi deyil, eyni zamanda simfonik təsir yaradan orkestr kimi istifadə etmişdi. Simfonik etüdlər bir neçə hissədən ibarətdir və hər hissə həm texniki, həm də emosional baxımından fərqlidir. Əsərin əsas məqsədi pianistlərin texniki bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda fortepianoda simfonik, polifonik və ritmik zəngin ifadə yaratmaq idi. Schumann burada melodiyanı çox qatlı şəkildə təqdim edir. Tez-tez sağ və sol əllər paralel olaraq kontrast yaradır. Pedal effektlərindən və dinamik dəyişikliklərdən maksimum istifadə etmişdi. Əsərin stilistik xüsusiyyətləri romantik üsluba uyğun idi. Dramatik kontrastlar, güclü və yumşaq hissələr, sürətli və lirik pasajlar bir-birini əvəz edirdi. Polifoniya, melodiyalar və kontramelodiyalar çox vaxt eyni anda işlənir, orkestr təsiri yaradırdı. Duyğusal dərinlik. Əsərdə lirika, melankoliya və coşğunluq, dramatik həyəcan qarşılaşırdı. Texniki baxımdan simfonik etüdlər tez sürətli oktavalar və arpeggiyalarla əvəz olunur. Çox qatlı akordlar və pedal istifadə olunur. Eyni zamanda ritmik fiqurlar və poliritmiya ilə xarakterizə olunur. Schumann bu əsəri yazarkən fortepianonu mikrosimfoniya kimi düşünmüşdü. Hər hissədə melodik və ritmik inkişaflar simfonik struktura bənzəyirdi. Buna görə də əsər yalnız texniki məşq üçün deyil, həm də romantik musiqinin poetik və dramaturji təsirini ifadə etmək üçün yazılmışdı. Nəticədə simfonik etüdlər Robert Schumannın fortepiano yaradıcılığında zirvə əsərlərdən biridir. Pianistlər üçün həm çətin, həm də poetik zənginliyi ilə öyrənməyə dəyər bir əsər idi. Bu əsər romantik dövrün fortepiano musiqisinin həm texniki, həm də emosional sərhədlərini genişləndirən bir nümunədir.